Урок 20, таблица 1. Грамматика. Lap başda yazıb. Tворительный падеж s predlogam s. Yerlik hal ilə qoşması ilə birlikdə. Yəni s ilə deməkdir. Atam ilə, dayım ilə və s. Burada sonluqları veribdir bizə. Yerlik halın sonluqlarını veribdir. Kişi cinsində veribdir. Samitlər, əgər isim samitlə bitərsə, bu yerlik halda olarkən qəbul edir. Əgər y məhk znakla bitərsə, yem qəbul edir. Tворительный падежdə olanda. Tворительный падежdə olarkən, bayaq dedim, kartoşka ilə, çanta ilə, misal üçün və s. Bu kimi, yəni hallarda olur tворительный падежdə. Misal üçün, misal göstərək. Kişi cinsinə aid. Yazıb şokoladım. Я хочу блины с шоколадом. Mən şokoladlı blin istəyirəm və yaxud da mən şokolad ilə blin istəyirəm deyə bilərik. Я хочу печенье с чаем. Mən çayla peçenya istəyirəm. Он пришел с учителем. O müəllimi ilə gəldi. Yəni, burada gördüyünüz kimi uçitel məhk znakda m qəbul etdi. Çay samitdir, yem qəbul etdi. Amma şokolad bu samitdir. Deməli, y-dan, məhk znakdan başqa bütün hamısı qəbul edir kişi cinsində. Şokolad samit olduğu üçün qəbul etdi. Qadın cinsinə baxaq. A-lar o-ya keçdi, ya-lar y-yə keçdi, məhk znak yu-ya keçdi. Məsələn, Я хочу картошку с курицей. Mən toyuq ilə kartoşka istəyirəm. Так, A ilə bitdiyi üçün kartoşka o-ya keçdi. Kartoşkoy. Они приехали с тетей. Onlar bibiləri ilə gəlmişdilər. Ya y-yə keçdi. Я не ем еду с солью. Mən duz ilə yemək yemirəm. S solyu, məhk znak yu-ya keçdi. Orta cinsdə o da y də m-ya keçir. Məsələn, я хочу какао с молоком. Mən süd ilə, kakao istəyirəm süd ilə. Я хочу молоко с печеньем. Burada mən süd istəyirəm peçenya ilə. Cəmə baxaq. Cəmdə bütün samitlər A-lar, O-lar A-miyə keçəcək. Amma y, ya, məhk znak y. Bu da ya-miyə keçəcək. Misal üçün, Я приеду с тетями. Mən xalalarımla gələcəm. Və s. Sonra bizə burada veribdir istisna sözlər. Bunlar əzbər. С отцом, atam ilə, с пирожком, пирожки ilə, с кашей, с курицей, kaşa ilə, toyuq ilə, мороженым, с мороженым, мороженое ilə, с друзьями, с братьями, с сыновьями, dostlarım ilə, qardaşlarım ilə və oğullarım ilə. Tablitsa 2. Давать, vermək, rekomendovat, məsləhət görmək, заказывать, sifariş etmək. Hallandıraq feili. Я даю, ты даешь, он дает, мы даем, вы даете, они дают. Daval, davala, davali. Vermək feilinin hallanmasıdır. Mən, sən, o, biz, siz, onlar. İndiki zamanda ona görə hallanır. Keçmiş zamanda isə kişi cinsi, qadın cinsi və cəmə görə hallandı. Rekomendovat, məsləhət görmək. Я рекомендую, ты рекомендуешь, он рекомендует. Мы рекомендуем, вы рекомендуете, они рекомендуют. Он рекомендовал, keçmiş zamanda kişi cinsi, она рекомендовала, qadın cinsi, они рекомендовали, onlar məsləhət gördülər, cəmdə. Заказывать, sifariş etmək deməkdir. Заказываю, заказываешь, заказывает. Sifariş edirəm, sifariş etsən, sifariş edir. Заказываем, заказываете, заказывают. Sifariş edirik, sifariş edirsiniz, sifariş edirlər. Keçmiş zamanda on zaказывал kişi cinsi, ana zaказывала qadın cinsi, они заказывали, onlar sifariş edirdilər. Bu da oldu cəmdə. Keçdik sonuncu dательный падеж с глаголами.
yerlik hal feillərlə necə işlənir? Baxın, burada verilən əgər feillər olarsa, davat vermək, rekomendovat məsləhət görmək, çitat oxumaq, qavarit demək, pisat yazmaq, atveçat cavab vermək deməkdir. Bu feillərlə əgər işlənəcəkdirsə isim, kimə sualına cavab verən isimlər olur bu vaxtı dательный падежdə, amma что nə vermək, yəni ki, nə oxumaq sualına cavab verərkən olur винительный падежdə. Винительный падеж təsirli hal, dательный падеж yönlük hal. Məsəl üçün, gəlin işlədək cümlədə. Давать, mən bunu canlı ilə işlətsəm, давать кому, kimə vermək? Давать папе, давать мне, давать тебе, mənə vermək, ataya vermək, sənə vermək, kitabı, misal üçün. İkinci forma, давать что, nə vermək? Давать книгу, nəyi vermək? Kitabı vermək. Burada knigu təsirli halda oldu. Görürsünüz, burada yazıb. Давать что, nə vermək? Давать книгу və yaxud da rekomendovat что, nəyi məsləhət görmək? Kitabı məsləhət görmək. Rekomendovat knigu təsirli halda olduğu üçün təsirli halın sonluğunu qəbul etdi. Amma rekomendovat misal üçün tetiye, xalaya məsləhət görmək. Tetiye, burada artıq xalaya, kamu tetiye, kamu учителем, müəllimiyə və s. Amma əgər əvəzliklə götürəsi olsaq, bu bir sütunda olan əvəzliklər olacaq. Мне, тебе, mənə, sənə, ему, ей, ona, nam, vam, im, bizə, sizə, onlara. Bu əvəzliklər də dательный падежin əvəzlikləri olacaq.